Salam aleyküm həkim. Aleykümselam. Allergik asma üçün daimi edə biləcəyimiz yüngülləşdirici nə məsləhət görə bilərsiniz? Aerozoldan əlavə. Daimi qarazıra yağı. Qarazıra yağı, özdə Həbəş qarazıra yağı çox gözəl təsir edir. Gündə 2 dəfə səhər axşam yeməkdən yarım saat əvvəl bir xörək qaşığı qarazıra yağını içirsiniz. Həbəş qarazıra yağını. Siz bunu 2 il, 3 il eləyin. Heç bir problem yox. Mən 15-20 ildir bunu eləyirəm. Bəlkə də 20 il çox. Heç bir problem də yaşamayasınız inşallah. Olduq qədər də gözəl faydalarını görəsiniz. Həbəş qarazıra yağında timokinon adında güclü antioksidan daha çox var. O birislərdə də var. Amma Həbəş qarazıra yağında daha çox var. Və bu eyni zamanda çox güclü immunostimulyatordur. İmmunostimulyator təsir göstərən bütün qida vasitələri və dərman bitkilərindən hamısı eyni zamanda antiallergik xüsusiyyətlərə malikdir. Buna görə də siz bunu için. Nəinki asmatik xəstələr, bədəninə müxtəlif yaralar çıxan insanlar, bədəninə ekzemalar, müxtəlif dəmirovlar çıxan insanlar, bunların hamısı dediyim formada qarazıranı içsin. Həbəş qarazırasını bir xörək qaşığı səhər, bir xörək qaşığını axşam 2-3 il ərzində için. Ondan sonra görün siz birdən allergik əlamət qalmır. Bütün ekzemalar, yaralar hamısı bədəndən gedəcək. Hətta yarası olan insanlara mən deyirəm, içməklə paralel gündə bir 2 dəfə nazik qatının yaranın üstünə də çəkin. Yara da tərtəmiz sağlanır.